dövlət qurumları var ki, bizə vətən xaini veribdir. Onların da şəxsən istəyir general olsun, istəyir adi sıravi vətəndaş qulluqçusuna qədər olsun ki, bizdən üzr istəməyi istəyirik. Ən azından onların Xanlar Vəliyev kimlərin üzrü qəbul olunmaz. Çünki onlar bizə elə bir dağ vurublar ki, o dağ heç nə ilə əvəz edilə bilməz. Ondan əlavə qeyd etmək lazımdır ki, burada Hikmət Həsənov, sonra Babək Səmidli, bunlar işin əsas bu korpusda təşkilatçılardılar ki, burada mən görmüşəm Qiyas Abbasovu, Mübariz Rzayevi, Cavad Vanarı, hərbi hissə komandirinin mavini idi, Zampalet deyirlər də. Yəqin ki, hərbi xidmətdə olan, yəni millətimiz bunları başa düşür. Şəxsiyyət işlər üzrə mavini. Onlar bizim qorumağımıza cavabdeh olan şəxslər idi. Halbuki onlar bizi qorumadı. Onların birbaşa ixtiyarı var ki, korpus komandirindən xüsusi xidmət orqanlarına məruz eləsinlər ki, korpus komandiri burada öz başınalıq eləyir. Bu haqda heç bir yerə məlumat vermədilər. Bizim haqq səsimizi, bizim hayımızı, harayımızı orada səsdən qulaqlar tutulurdu. Hər çoxu heç bəlkə də gətirilib bizi göstərib onlara bizim üzümüzə durmağı təşəbbüs ediblər. Elə insanlar var ki, onlara heç bəlkə də 2 dənə, 3 dənə şapalaq vurduqdan sonra ki, gətirib bizim o vəziyyətimizi göstərib, onlara 274-cü maddəni qoyacaqlar bizim üzümüzə durmamaqlarına görə bizə işgəncə, öz əskərlərimizi çin-çinə vuruşduğumuz insanları bizim üzümüzə qoydular bunlar. Bax, məsələn, sizə qarşı hansı bir hərbiçi mi deyim, əskər mi deyim, yalancı şahid qoymuşdular? Yəni, olubmu ki, əskərini yalancı... Mənim öz əskərlərimi qoymuşlar, mən adlarını seçmək istəmirəm, çünki onlar cavandılar, onların mən istəmirəm eləyəm. Çünki onlar eşidirlər, mən yenə onlara, mən küs deyiləm onlara. Çünki onlar mənim əskərim olub, mən yenə də onları çox istəyirəm. Çünki mənim yanımda onlar. Ona görə ki, çünki mənim yanımda o hərbi prokurorluqda Şəfaət İmranovun otağında Ülvi Əhmədov şəxsən onları anası ilə, bacısı ilə, körpə bacıları ilə hədələyirdi. Mən də dedim ki, nə desələr, qol çəkiyin eybi yoxdur. Mən həbsə gedərəm, amma istəmərəm mənim əskərimi aylarla, illərlə həbsxanalarda sürüsün. Demirlər, amma mən bu haqqı, ədalətə heç vaxt həmişə inanmışam ki, üzə çıxacaq. Dedim, onsuz da bu məhkəmədə məhkəmədə də onlara hədə qorxu gəlib, məhkəmədə də mənim üzümə dirəndirdilər. Amma çox şükür ki, yenə öz səhvlərini başa düşdülər. Üstündə işgəncə altında verdikləri ifadələri dəyişib, mənə qarşı müsbət ifadələri verdilər. Mən demirəm, mənim xeyrimə verdilər. Çünki olanı danışdılar istindaqa. O istindaqda o işi görən, o işə gətirib çıxardanlar həmən insanlardan bizim bölükdə xidmət elədiyimiz Ağayev Ramil adında bir dənə müddətdən artıq hərbi qulluqçusu var. Onun atası da məncə şəhiddir. O, bu işləri, bu insanların tapılıb istindaqa göstərilməsində, ifadələrin alınmasında çox fəallıq göstərdi. Mən ona təşəkkürüm bilirəm. Heç arada adı çəkilmir həmən insanın. Rəsul bəyə də təşəkkür edirəm. Çünki mən həbsdə olanda mənim məktublarımın yazılmasında həm maddi, həm mənəvi aləmizə çox dəstək olubdu həmən adam. Allah onun köməyi olsun. İndi də mənim bəraət almağımda hüquq müdafiəçisi Rəsul Cəfərovdan gedir. Amma hüquq müdafiəçisi olub ki, Zaur Bərxudorov və Yevlax vəkillər, Fərdi Yevlaxda fərdi vəkildir, yoxsa vəkillər kollegiyasında işləyir. Onun yanında mən sanksiya məhkəməsində mənə verilən 4 ay həbs qəti imkan tədbirində mən qoyduqları ifadələri, qol çəkdikləri ifadələri mən imtina elədim. Hüquq müdafiəsi tələb elədim. Onlar güldülər ki, səni kim öyrədibdir? Birinci adamsan ki, hüquq müdafiəsi tələb eləyirsən. Dedim, o vaxt mənim heç imkan verməz ki, siz mən danışmağa. Mən ancaq apardınız, döydünüz. Məni şantaj elədiniz, mən də məcbur oldum o ifadələri. Dedim, indi Allah şahiddir ki... Ailə ilə şantaj elədim. Dedim, amma indi mən o maddəni dərk eləmirdim, siz hansı maddəni qoymuşsunuz. Burada Azərbaycanın razı bütövlüyü, suverenliyi, vətənə xəyanət gedir. Oxumamışdım mən o şeyləri. Oxuyandan sonra dərk elədim ki, bunlar mənə ən şərəfsiz maddələri qoyublar. Mən dedim, bu maddələrdən razı deyiləm.